Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakı Marafonu 2026 ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Az24 xəbər verir ki, marafonla bağlı mayın 3-ü səhər saat 9:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədi ilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Ümumilikdə 42 kilometrlik məsafəni əhatə edəcək marafon Bayraq meydanından başlayaraq Dənizkənarı bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağşəhər bulvarı, 8 noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyük Şor küçəsi, Böyük Şor körpüsü, Balaxanı dairəsi, Böyük Şor Pirşağı yolu, Bakı dairəvi yolundan keçməklə Sea Breeze-də finiş nəzərdə tutulub. Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur. Məlumatda vurğulanıb.